Bəli, biz bu dəfə sizi çox maraqlı, qeyri-adi məkandan salamlayırıq. Çünki hazırda olduğumuz məkan Qafqazın minerallarla ən zəngin olan muzeyidir, Mineralogiya muzeyidir. Qeyd etmək istəyirəm ki, burada 33 ölkənin 56 yatağından olan 300-dən çox növdə olan, hardasa 7000-ə yaxın mineralları nümayiş olunur. Qeyd edim ki, bu muzey öz özəlliyi ilə və unikallığı ilə fərqlənir. Çünki burada Ukrayna, Rusiya, Türkiyə, Orta Asiya ölkələrinin elmi qurumları ilə əməkdaşlıq edir və burada bu ölkələrdən də bura minerallar təqdim olunubdur. Və qeyd edim ki, sizə ki, bu muzeyin özəl məqamlarından biri də biz burada bir çox mineralların şahidi olduq. Amma diqqətimizi çəkən minerallardan biri isə məhz bu mineraldır ki, hansı ki, bunun adı Montmorillon adlanır və bu çox maraqlıdır ki, məişətdə də istifadə olunur, sənayedə də istifadə olunur və biz maraqlananda öyrəndik ki, bu minerallarda da yaraların sağalmasında da geniş istifadə olunur. Ümumiyyətlə, burada bir çox yataqlardan olan minerallar var ki, əslində daha çox xarici ölkələrdən gətirilsə də bu minerallar maraqlı cəhətlərdən biri budur ki, elə olduğumuz bu stenddə, bu nümunə kimi göstərim ki, məsələn, burada Gədəbəy, Daşkəsən və Kəlbəcərdən olan minerallar var ki, diqqətimizi cəlb elədi və bu Azərbaycanın yataqlarındandır. Həmçinin də bir nümunə deyim ki, sizə ki, burada bir güşə deməz Gədəbəy yatağıdır ki, burada da biri-birindən maraqlı nümunələr var ki, hansı ki, məhz bizim Azərbaycanın Gədəbəy yatağına aiddir bu minerallar. Ümumilikdə qeyd etmək istəyirəm ki, həm rəngarəngliyi ilə, həm də tərkibi ilə, xüsusiyyəti ilə minerallar fərqlənir. Onların məhz tərkibinin də hansı burada elementlərin olması da məhz bu süxurların, bu mineralların rənginə görə dəyişə bilir. Qeyd edim ki, burada bir-birindən maraqlı mərcanları da biz gördük ki, onlar daşlaşmış olsalar da diqqətimizi çəkən məqamlardan biri oldu. Muzeyin unikallığı ondan ibarətdir ki, yalnız burada mineralların tərkibi, onların adı, tərkib yatağı qeyd olunmur. Həmçinin də minerallar haqqında kataloq da hazırlanmışdı ki, məhz o kataloqlar vasitəsilə, həmçinin də xəritələr vasitəsilə biz, belə deyək, Azərbaycanda olan mineral yataqlarının harada olmasını, harada daha zəngin olmasını, bax bu cür gördüyünüz kimi xəritələr vasitəsilə, bu işıqlar vasitəsilə görmüş oluruq. Məsələn, burada biz Xorək duzunun məhz Naxçıvan bölgəmizdə olduğunun şahidi oluruq. Elə kadrlardan sizə Elvin Qəhrəmanov da göstərir. Məsələn, burada perlitlərin Kəlbəcər istiqamətində olduğunu biz daha çox görürük. Məsələn, Zəngilan istiqamətində, yəni Qarabağ bölgəmizdə olduğunun şahidi ola bilirik. Müxtəlifdir. Məsələn, gillərin biz burada Tovuz, yenə Naxçıvan bölgəsində olduğunun şahidi ola bilirik və bu cürdə şərait yaradılıb ki, bu xəritə vasitəsilə muzeyə gələn qonaqlar, muzey iştirakçıları və tələbələr də həmçinin də bu yataqlar haqqında xəbərdar ola bilsinlər. Əməkdaşlıqlar da güclüdür. Məsələn, burada biz şahid olduq ki, elə muzeyin direktoru Ağamehdi Ağayev bizə məlumat verdi ki, elə axşam reportajdan da onun muzey haqqında ətraflı fikirlərini siz eşidəcəksiniz, öyrənəcəksiniz. Məhz burada əməkdaşlıqlar da var ki, xarici ölkələrlə bağlı ki, məhz ölkəmizə də onların sayəsində bu muzeydə zənginləşir. Çünki onlar da bizim muzeyimizə, o tədqiqatçılar da, mütəxəssislər də bizim muzeyimizə cürbəcür bu muzeyə minerallar gətirirlər.